Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əssalamu aleykum və rəhmətullah. Əziz xanımlar, keçən dərsimizə aid olaraq nümunələri sizə təqdim edirik. Qısa saitlər və uzun saitlərə aid nümunələr. Qısa saitlərə aid, məsələn, ta, lə, bə. Bəzi tələbələr oxuyanda ta, lə, bə deyə səhv edirlər. Çünki qısa saitlər adı üstündə qısa oxunmalıdır. Heca ilə oxuyanda isə təbii ki, ilk başda biraz uzatmanın olması normaldır. Ancaq buna adət etmək yaxşı deyildir. Ta, lə, bə. Nə oldu? Ta, lə, bə. Lə, bi, sə. Lə, bi, sə. Ku, ti, bə. Kutibə. Digəri isə dediyimiz kimi uzun saitlərdir. Məddə əlifə aid xa, fə. İki səs. Xa, fə. Yalnız məd hərfi hansı ilə birləşibsə onlar uzadılır. Yerdə qalan hərflər yox. Yəni xa, fə. Xeyr, bu yanlışdır. Xa, fə. Nuh, nuh. Nun hərfi ilə birləşdiyinə görə nun hərfini uzadırıq. Hə hərfi qısa qalır. Gilə, gilə, gilə. Nuh, xafə. Bugünkü dərsimiz bu qədər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.